Pekində Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin, Azərbaycanın Çin Xalq Respublikasındakı Ticarət Nümayəndəliyinin, Çinin Milli İnkişaf və İslahat Komissiyasının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Təşviqi Konfransı keçirilir. İnkişaf Körpüsü Sənaye və İnvestisiya əməkdaşlığının genişlənməsi mövzusunda təşkil olunan tədbir, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə və strateji investisiyaların təşviqinə həsr olunan platformadır. Dövlət rəsmiləri, investorlar, iş adamları daxil olmaqla təxminən 250 nəfərin iştirak etdiyi konfrans dialoq, etimad quruculuq və uzun müddətli əməkdaşlıq üçün katalizator rolunu oynayır. Tədbirin məqsədi Azərbaycanın əlverişli investisiya şəraitini və imkanlarını tanıtmaq, xarici investorlar üçün Azərbaycan qurumlarının rolu və dəstəyini nümayiş etdirmək, Çin investorları ilə birbaşa əlaqə yaratmaq, uzun müddətli sənaye əməkdaşlığı və kapital axını üçün zəmin hazırlamaqdır. Hədəf auditoriyaya beynəlxalq əməkdaşlıq imkanlarını araşdıran Çin şirkətləri və investisiya qurumları, Çin dövlət qurumları, ticarət və sənaye palataları və assosiasiyalarıdır. Tədbirdə Azərbaycanın müxtəlif qurumlarının fəaliyyətinə dair təqdimatlar, habelə ağır sənaye, mədən çıxarma, kənd təsərrüfatı, yüngül sənaye, yaşıl enerji və digər sektorları əhatə edən ümumilikdə 15-dən çox investisiya layihəsinin təqdimatı nəzərdə tutulub. Konfransda Azərbaycanda investisiya yatıran və ya yatırmağa planlaşdıran Çin şirkətlərinin nümayəndələri Azərbaycanla bağlı layihə və planlarından danışacaqlar. Tədbir çərçivəsində iki ölkənin qurumları arasında əməkdaşlığı və investisiya layihələrinin icrasına dair sənədlər imzalanacaq.